Tanrı fikirləşin ki, həm ən dahi elm adamı, həm də ən mahir cərrah, həm də cəhənnəmin qapılarını açıb bağlaya bilən bir döyüşçüdür. Bəs həqiqətən o Ragnarokun ən güclü döyüşçüsü ola bilərmi? Gəlin əvvəlcə fiziki tərəfə fokuslanaq. Belzebub özündən qat-qat böyük iblisləri məğlub edir. Hələ təlim mərhələsindəykən Hades ilə döyüşdən sağ çıxır. Bu, ilahi standartlarla belə nadir rast gəlinən bir haldır. Nikola Tesla ilə görüşündə isə Super Automaton Betanı çılpaq barmaqları ilə təsirsiz hala gətirərək Nikola Tesla'nın sinəsini parçalayır. Sürəti isə sözün əsl mənasında görünməzdir. Bir məxluqun qolunu o hətta hərəkəti belə görə bilmədən kəsir. Adamasın qolunu isə Tanrı belə reaksiya verə bilmədən qoparır. Amma əsl fərq burada başlayır. Belzebub təkcə güclü deyil, o sözün əsl mənasında bir dahidir. Şeytanologiya üzrə kitabları oxuyub, döyüş zamanı rəqibinin texnikasını anında analiz edib zəif nöqtəsini tapmaq qabiliyyətinə malik. Nikola Tesla'nın ışınlanma məhdudiyyətlərini döyüş əsnasında düzgün təxmin etməsi sadəcə təsadüf deyildi. Bu, canlı bir kompüterin işi idi. O, həm də mahir bir bioloq və fizik olaraq yaddaşlara həkk olunmuşdu. O, öz laboratoriyasında yaratdığı toxumla ölmüş Hayonu minilliklər sonra yenidən dirçəldə bilib. Üstəlik, Adaması ölümcül yaralardan geri qaytaran əməliyyatı həyata keçirən də məhz o olub. Yəni bu tanrı həm qatil, həm də xilaskar ola bilir. Sonra gəlir onun ən qorxulu silahı, rezonans manipulyasiyası. Polmira texnikası ilə zəlzələ effektləri yaradır. Sameksorat adlanan qüvvə sahəsi ilə Nikola Tesla'nın plazma yumruqlarına tab gətirib, hətta torun Mjölnirini belə bloklaya bilir. Bəs kaos texnikası nə yerdədir? Bu hücum və müdafiə enerjisini birləşdirən, hətta özünə belə ölümcül zərər verə biləcək qədər təhlükəli və qadağan olunmuş bir texnikadır. Və sonra gəlir Destrudo. Sevdiyi insanlara yaxınlaşdıqca özünü itirən, əllərini caynağa çevirən, gözləri qapqara olan bir yırtıcıya çevrilməsi. Bu artıq təkcə güc deyil, kontrol edə bilmədiyi bir instinktdir. Beləliklə sual budur. Tanrıların içində kim var ki, həm bu qədər ağıllı, həm bu qədər elmi, həm bu qədər sürətli və həm də bu qədər dağıdıcı bir güc daşısın? Cavab isə çox sadədir. Belzebub.